Hər vaxtınız xeyir. Qərbi Azərbaycan xronikasının növbəti buraxılışı efirdədir. Müsahibimiz Demokratik Azərbaycan naminə İctimai Birliyinin sədri, tədqiqatçı Elməddin Behbuddur. Xoş gəlmisiniz. Xoş gününüz olsun. Elməddin müəllim, müsahibələrinizin birində vurğulamısınız ki, Qərbi Azərbaycandakı ata-baba yurdunuzda cəmi 6 il yaşamaq imkanınız olub. Bu 6 ilə nələri sığdıra bilmisiniz? 1988-ci ildəki Qərbi Azərbaycanlıların sonuncu deportasiyasına qədər biz demək üçü qarışıq olmaqla 11 yaşayış məntəqəsində yaşayırdıq Qarakilsənin. O kəndlərdən biri də Vağudu kəndi idi. Vağudu kəndi qədim kənddir. Vağudu kəndi böyük kənd idi. Siyarın Qarakilsənin ən böyük yaşayış məntəqələrindən biri idi. Çox təəssüflər olsun ki, 1918-ci ildən sonraki soyqırımdan sonra artıq orada ermənilər də məskunlaşmışdı. Amma ötən demək 1922-ci ildən sonraki azərbaycanlılar yenidən orada yaşamağa başlayıb, ötən 70 il ərzində insanlar çox rahat şəkildə öz evlərində yaşayırdılar. Bu gün də yenidən imkan olsa və mən əminəm ki, o qismət olacaq, biz yenidən doğma yurtlarımıza gedəcəyik. Təqribən 500-1000 kvadrat metrlik akvatoriyada evimizin həmdəvəri, kəndin mərkəzi hissəsi, onların hamısını bir-bir xatırlayıram və hər zaman da o həsrətlə yaşayırıq ki, yenidən biz o torpaqlara gedək və bir daha həmin yurt yerlərimizin həsrətinə son qoyaq və yenidən orada məskunlaşaq, yaşayaq. Ki, bizim ev kəndin ən mərkəzində idi. Sovet dönəmində dağıdılmış məscidin yerində klub tikilmişdi. O kluba söykənəcək ev idi bizim ev. O mənzərə, oradakı mənzərə, məsələn, Öküz bulağı deyirdik. Bulaq olduğu kimi qalır. Bizim həyətin o biri üzündə atamın dayısıgil qalırdı. Onların evi olduğu kimi qalır. Zavod var idi bizim kənddə, Sovet dönəmində zavod fəaliyyət göstərirdi. O zavodun binası durur. Sonra Sovet dönəmində kənd soveti deyirdik. İndi də yəqin ki, Sünik mərzinə tabe olan hansısa bir yerli icra nümayəndəliyi idi. Onun binası olduğu kimi qalır. Sonra ondan aşağıda mənim anamın çalışdığı tibb məntəqəsi var idi, yerli xəstəxana var idi. O bina olduğu kimi qalır, klub qalır. Yəni, göründüyü qədər kənddə elə də köklü dəyişikliklər yoxdur. Ancaq əlbəttə ki, ayrı-ayrı evlər, ola bilər ki, ayrı-ayrı evlərdə o dəyişiklik var. Ancaq bizim evin demək olar ki, video lenti yoxdur. Səhv eləmirəmsə, 2021-ci ilin Ermənistanın internet resurslarında bir video qarşıma çıxdı. Demək, bu Avropadan olan demək ki, Ermənistanın dəvət elədiyi və Ermənistan-Azərbaycan sərhəddində güya ki, monitorinq aparan həmin o Avropanın xüsusi xidmət orqanlarının əməkdaşları mütəmadi olaraq Zəngəzurun bütün demək Qərbi Zəngəzurun bütün rayonlarında demək gəzirlər, səfərlər eləyirlər və Ermənistan mətbuatı həmin kəndləri gəzir, sual eləyir ki, məsələn bizə maraqlıdır. Nədən bu Avropalı müşahidəçilər əvvəllər Azərbaycanlıların yaşadıkları kəndə daha çox gəlirlər? Bu Azərbaycanlıların geriyə dönüşünə sizi hazırlamaq xarakteri daşıya bilərmi? O cümlədən də gedirlər Vağudu kəndinə və orada müxtəlif adamları danışdırırlar. Təbii ki, mən kənd sakinlərini, yəni erməniləri xatırlaya bilmirəm. Birinci nəfər istisna olmaqla xatırlaya bilmirəm onları və həm də gənc nəslin nümayəndələrdir. Təqribən 40-45 yaşında olan şəxslərdir. Onların birinin çox maraqlı bir açıqlaması var idi. Bu, əslində, indi söyləyəcəyim o ifadə bir şəxsin hansısa bir məsələyə olan münasibəti deyildi. O ifadə, o yanaşma bütövlükdə 10 illər boyu vaxtı ilə gəlib ərazisində məskunlaşdıqları, hər zaman yardım gördükləri Azərbaycan türklərinə olan faşist münasibətin göstəricisidir. 40-45 yaşında bir qadındır, ona sual verir. Deyir ki, Azərbaycanlılar burada vaxtı ilə yaşayıblar və bizim orada yaşadığımızı göstərən bir çox əlamətlər hazırda da qalmaqdadır. Məsələn, qəbirstanlıq var, məzarlıq var. 1941-45-ci illərdəki SSR-nin iştirakı ilə həyata keçirilən İkinci Dünya müharibəsində iştirak eləmiş və vəfat eləmiş bizim həmkəndlilərin adları olan abidə var. O abidə də olduğu kimi durur və s. və axır. Soruşur ki, burada əvvəl Azərbaycanlılar da yaşayıblar. Onlar geriyə qayıda bilərlərmi? Nə düşünürsünüz bu haqda? Erməni qadın nə cavab desə yaxşıdır? Deyir ki, hər kəs harasa qonaq gedir, yaşayır, orada müəyyən müddət qalır və geriyə qayıdır. Onlar burada qonaq idilər, çıxdılar, getdilər.
Məsələn deyir Bakı əvvəl Bakına kert olub, ora qədim erməni şəhəridir. Amma indi artıq olub da bu Azərbaycanlıların yaşadığı şəhərdir. Biz iddia eləyirik ki, Bakıya kert yenidən Ermənistanın şəhəri olmalıdır. Onlar nə deyə bilərlər ki, biz burada yaşayaq? Siz yəni görün erməni həyasızlığının miqyası nə qədər böyükdür. 1918-ci ilə qədər bir nəfər belə erməninin yaşamadığı kəndin sakinləri, o nəslin davamçıları indi deyir ki, onlar burada qonaq idilər, onların burada nə işi var? Siz sadaladınız oranın keçmiş, indiki görüntüləri və orada münasibəti. Mən istərdim bir məqama da diqqət çəkək. Bax, sizin kəndinizdə hansı tarixi memarlıq abidələri var idi? İstər bizim müasir dövr, orada yaşadığımız dövrləri əhatə edən, istərsə də tarixi keçmişimizi özündə ifadə edən. Çox təəssüflər olsun ki, Azərbaycanlı izlərinin silinməsi ilə bağlı məqsədyönlü şəkildə aparılan işlər orada öz nəticəsini göstərmişdi və bizim bir çox maddi mədəniyyət abidələrimiz tamamilə dağıdılıb getmişdi. Mən yaşlı nəslin nümayəndələrindən eşitdiyimə görə bizim kənddə 5 məscid olub. Ancaq Sovet hakimiyyəti qurulandan sonra onların bir neçəsi də dağıdılıb, bir qismi ermənilərin Azərbaycanlılara qarşı soyqırımı dövründə dağıdılıb və o məscidlərin heç biri qalmamışdı. Doğrudur, kənddəki klubun yerində əvvəllər cümə məscidi olub. Hər kəs bilirdi ki, orada məscid olub. Yəni mən nənəmdən, yaşlılardan da bunu eşidirdim. Eyni zamanda kəndin aşağı hissəsində də demək ki, bir erməni var idi. Onun evinin həyətində də deyirdilər həmin məscidin bir neçə divarı qalır. Və digər məscidlərin yerini mən xatırlamıram, ancaq bir neçə məscid olub. Onların heç biri gəlib bizim dövrə çıxmamışdı. Ancaq yaşayış məntəqəsinin ətrafında olan bütün adlar demək olar ki, həm Vağdı toponiminin özü, həm də eyni zamanda oradakı təbiətlə bağlı olan bütün demək olar ki, adların hamısı birmənalı şəkildə göstərirdi ki, bura qədim türk yurdudur və ta qədimdən burada türklər yaşayıbdır. Və eyni zamanda Zəngəzurun və Qərbi Azərbaycanın ən qədim Alban məbədlərindən biri də Vəngdə, məhz Vağadı kəndinin çox yaxınlığında yerləşirdi. O hazırda da qalmaqdadır və təbii ki, Erməni Qriqoryan kilsəsinin istifadəsindədir. Biz müxtəlif sosial şəbəkə platformalarında görürük. Müxtəlif ölkələrdən, həm postsovet məkanından, həm də digər ölkələrdən ermənilər gələndə hökmən Bağaddakı həmin Vəngə gedirlər, orada müxtəlif şəkillər çəkdirirlər. İnternet resurslarında həmin o Vəng Alban kilsəsi ilə bağlı çoxsaylı video və fotomateriallar var. 1988-ci il hadisələri ilə bağlı xüsusi olaraq nələri qeyd edə bilərsiniz? Artıq hadisələr kəskinləşəndən sonra bizim kənddə də Rus qoşun demək əsgərləri yerləşdirilmişdi. Mən xatırlayıram, onların sadəcə bir belə deyək süngü xarakterli, o ölçüdə təqribən xəncər kimi bir üzərlərində bir bıçaqları var idi. Hər hansı bir silah yox idi üzərlərində. Onlar kəndddə idilər və biz 1988-ci ilin dekabrın 5-də, yəni Ermənistan Azərbaycanlılarının deportasiyasının ən son mərhələsində, demək Nüvədi kəndi istisna olmaqla ən son mərhələsində indiki Ermənistan adlanan ölkəni tərk edən ailələrdən biriyik. Onların müşahidə altında biz kəndi tərk elədik və yadımdadır, mən evin son beşiyiyəm, ən kiçik övlad mənəm. Mən məktəbə getmirdim həmin dövrdə, ona görə valideynlərimlə qalırdım. Atam, anam, bibim, babam. Ancaq digər qardaş bacım məktəbə gedirdi deyə və kənddə artıq Azərbaycan demək ki, məktəbi işləmirdi, fəaliyyət göstərmirdi məlum məsələlərə görə. Ona görə onlar artıq Bakı şəhərinə gəlmişdilər və mən dərk eləmirdim doğrusu nə baş verir. Ancaq bir neçə belə də geyim əşyamız və bir neçə yorğan döşəyi atam xatırlayıram ki, evdən götürürdü, gətirirdi həmin Rus əsgərlərinin müşahidə altında yük maşınlarına yığırdı və insanların sifətindəki o nigarançılıq, üzüntü, kədər, onların siması hələ də mənim gözümün qarşısından getmir. 1988-ci ilin dekabrın 5-də kənddən çıxdıq. Və o tarixdən etibarən bir daha yenidən hələ ki kəndə dönmək və doğma evimizi görmək imkanımız olmayıb. Biz gəldik oradan Naxçıvana, Şahbuz rayonuna. Şahbuz rayonunda qaldıq təqribən bir 15-20 gün. Ondan sonra valideynlərim qaldı. Biz demək bibim, babam,
babamın əmisi qızı. Biz birgə Bakıya gələsi olduq. Bir müddət sonra, təqribən səhv eləmirəmsə, yanvar ayında artıq valideynlərim də Naxçıvandan gəldilər. Biz yenidən artıq da Bakıda məskunlaşası olduq və 2018-ci ildə xatırlayıramsa, 2018-ci ildə bəli, bir beynəlxalq tədbirə Naxçıvana getmişdik. Doğrusu həmin dövrə qədər çox imkan olurdu və getmək, Batabatdan müşahidə eləmək bizim tərəfləri, bizim orada qaldığımız xəstəxana var idi həmin dövrdə. Xəstəxananı görmək ürək eləmirdim doğrusu, mənə çox ağır idi. Həmin günləri xatırlamaq. 2018-ci ildə yenidən Naxçıvana gedəndə getdim Şahbuza. Həmin xəstəxananı getdim, yenidən gördüm və həmin anları yenidən yaşadım. Yaxın tariximizlə bağlı bir sıra məqamları vurğuladınız. Bəs ötən əsrin əvvəllərində, xüsusən 1905-7-ci illərdə, 1918-20-ci illərdə baş verən soyqırma hadisələrində Qarakilsədə hansı faciələr törədilib? 1905-6-cı illərin Erməni-Azərbaycan münaqişəsi bildiyimiz kimi 1918-ci il soyqırımı ilə müqayisədə daha kiçik miqyasda olub və daha az sayda 18-ci ilin soyqırımına münasibətdə daha az sayda azərbaycanlı həmin hadisələr vaxtı qətlə yetirilib. Təbii ki, 1905-6-cı il demək münaqişəsində də Zəngəzurdan, o cümlədən Qarakilsədə də bir çox Azərbaycan kəndləri dağıdılıb, hərbi təcavüzə məruz qalıb. Bu dövrlə bağlı ən maraqlı mənbələrdən biri Mir Möhsün Nəvvabın 1905-6-cı il hadisələri ilə bağlı yazdığı memuar xarakterli əsəridir. Orada Vahudi davası adında bir fəsil var, Mir Möhsün Nəvvabın yazdığı o kitabda. Mən bizim yaşlı nəsil babalarımızdan ona Stepanın davası deyirdilər, 1905-6-cı ilin davasına. Həmin Mir Möhsün Nəvvabın Vahudi davası, kitabındakı Vahudi davası fəslində qeyd olunur ki, ermənilər cəmləşib hücuma keçirlər kəndə və azərbaycanlılar bundan məlumatlıymışlar ermənilərin hücumundan. Ona görə artıq demək ki, müdafiə üçün zəruri ehtiyat tədbirləri görmüşdülər. Tüfəngçilər, patronlar və çox ciddi döyüş olur orada. O döyüşdə təqribən 400-ə qədər erməni öldürülür. 400-ə qədər erməni öldürülür və eyni zamanda ermənilərin həmin o dəstə başçısı Stepan da döyüş vaxtı öldürülür və bizimkilər sonradan döyüşdə qalib gəldikdən sonra yaxınlaşıb görürlər ki, bu tüfəngini belə vurur, sındırır, Azərbaycanlılar əlinə keçməsin deyə artıq görür ki, ölür, qundağını sındırır və cibindən çıxartdığı pulları da dişi ilə cırır ki, onlar Azərbaycanlılara qismət olmasın. Ermənilər sağ yaralı kim qalırsa, onlar ərazini tərk eləyirlər və 1918-ci ilə qədər yenidən Azərbaycanlılar orada yaşamaqda davam eləyirlər. 1918-ci ilin soyqırımı isə son dərəcə müthişdir. Çox böyük faciələrlə yadda qalıb və Zəngəzurun qəza rəisi Məlik Namazəliyevin raportu var. Həmin raporta biz baxanda görürük ki, Qarakilsədə ən çox demək ki, itki vermiş, ən çox şəhid vermiş, ən böyük dağıntıya məruz qalan 3 kənd var. Şəkidir, Vahudidir və Qarakilsə kəndi. Bu 3 kənd daha çox itkiyə məruz qalıb. Siz təsəvvür eləyin erməni vəhşiliyinin miqyasını. Azərbaycanlılar müqəddəs bildikləri məscidə sığınırlar ki, dinc əhaliyə, yəni mülki əhaliyə bəlkə demək, bəli, erməni demək terror dəstələri toxunmayalar. Çünki onlar heç bir silahlı deyildilər və öz kəndlərində, evlərində yaşayırdılar. Buna rəğmən 400-ə qədər Azərbaycanlıya məsciddə od vurur, ermənilər yandırır və onların heç biri sağ qalmır. 1918-ci ilin avqustun 31-də Azərbaycan hökumətinin rəhbəri və Xarici İşlər naziri Fətəlxan Xoyskinin əmri ilə Fövqəladə Tədqiqat Komissiyası yaradılır və həmin tədqiqat komissiyasının çox qiymətli araşdırmaları var. Zəngəzurun 115 kəndini 1918-ci il soyqırım dövründə ermənilər yandırıb dağıdıblar və o kəndlərin çox təəssüflər olsun ki, bir çoxu sonrakı dövrdə də bərpa olmadı və Azərbaycanlılar yaşamadı. Məsələn, Qarakilsədə Hortiyuz kəndi olub, Zabazudur kəndi olub, Təzəkənd olub, Pürsək olub, Şükar kəndi olub, demək Ərikli kəndi olub, Şam kəndi olub.
sonrakı dövrdə Sovet hakimiyyəti qurulandan sonra o kəndlərin heç biri mövcud deyildi və orada azərbaycanlılar yaşamalıdı. O kəndlərin demək olar ki, yalnız xarabalıqları var idi. O qədər kütləvi dağıntıya məruz qalıb və 10 minə qədər azərbaycanlı həmin dövrdə qətlə yetirilib. Fövqəladə demək tədqiqat komissiyasının Zəngəzurla bağlı olan hissəsi də artıq nəşr olunub və həmin nəşr olunan materialda mən babamın babasının adına da rast gəldim. Mənim babamın dayısı demək ki, 1918-ci il hadisələrindən sonra da sağ imiş və 1996-cı ildə dünyasını dəyişib. Onun övladları söyləyir ki, atamız deyirdi ki, biz bir evdə, o vaxt insanlar ki, daha böyük sayda birgə yaşayırdılar, biz 40 nəfər idik bir evdə yaşayan. O hadisələrdən sonra təsəvvür eləyin, cəmi bir ailədən 5-6 adam sağ qalır. Bu bir ailənin timsalındadır və tədqiqat komissiyasının materiallarında Ağdamın Şelli kəndində, Vağdu kəndindən olan Ağaxan Nurəli oğlunun açıqlaması var. Demək ki, komissiyanın əməkdaşları ondan orada açıqlama alıblar. O deyir ki, bizim yalnız hərəlik özümüzün saya bildiyimiz, təqribi müəyyən elədiyimiz 700 adamı ermənilər qətlə yetirib. Bir kənddən 700 şəxsin qətlə yetirilməsi təsəvvürlüyün nə deməkdir? Və Xocalı soyqırımında təqribən o rəsmi rəqəmə görə o sayda insan qətlə yetirilib. Yəni bu hadisələr, rəqəmlər bir daha onu göstərir ki, 1918-ci il hadisələrində Azərbaycanlıların tamlıqla silahsız olduğuna görə və qarşı tərəfdən nizamlı, yüksək səviyyədə silahlanmış demək terror dəstələrindən ibarət olduğuna görə son dərəcədə böyük və kütləvi soyqırım həyata keçirilib Qarakilsənin müxtəlif kəndlərində, o cümlədən də Vağudidə. Amma Rafiq müəllim, bütün bunlara baxmayaraq, bu qədər dəhşətli qırğınlara baxmayaraq 1922-ci ildən etibarən yenidən azərbaycanlılar əsasən demək sağ qalan hissə köç eləmiş imiş demək ki, Qarabağın digər hissələrinə və müxtəlif demək ki, rayonlardan indiki inzibati bölgəyə görə Cəbrayılın, Füzulinin, Ağdamın kəndlərində yaşayırmışlar. Onların çox hissəsi yenidən deyiblər ki, gedək öz kəndimizdə yaşayaq. 22-ci ildən etibarən artıq geri dönməyə başlayıblar. Bütövlükdə Qərbi Azərbaycanda təqribən 1917-ci ildə 575 min azərbaycanlı yaşayırmış. 1920-ci ildə artıq o say 10 minə düşmüşdü. İnsanlar maye deyil və bunlar buxarlana bilməz. Bu boyda insanın qəfildən öz doğma ev ocağını tərk etməsinin bir səbəbi olmalıydı. Əlbəttə ki, bu səbəb erməni terror dəstələrinin kütləvi şəkildə azərbaycanlıları soyqırıma məruz qoyması idi. Və sonrakı dövrdə də o demək qaçqın məcburi köçkün həyatı yaşayan insanların da hamısı geriyə qayıtmayıblar. Adını çəkdiyim və çəkmədiyim rayonların çoxunda onlar yaşamağa davam elədilər. Bu yaxınlarda Mücahid ömrü Məhəmməd Sadıq Aran kitabının təqdimatını keçirmisiniz. İstərdim elə bu mövzu barədə də tamaşaçılarımıza bir qədər geniş, ətraflı məlumat verəsiniz. Əvvəlcə ondan başlayaq ki, Məhəmməd Sadıq Aran kim idi? Onun xalqımız və dövlətçiliyimiz qarşısında hansı xidmətləri var idi? Məhəmməd Sadıq Aran Zəngəzurun kiçik bir dağ kəndində doğulan, ancaq özünün müstəsna fədakarlığı, zəhməti, çalışqanlığı və istedadı ilə yalnız Azərbaycanın deyil, bütün türk dünyasının ən böyük şəxsiyyətləri səviyyəsinə yüksəlmiş bir azərbaycanlı idi. 1892-ci ilin fevralın 11-də Məhəmməd Sadıq Aran Zəngəzurun Qarakilsə nahiyəsinin Urud kəndində dünyaya gəlib. İlk təhsilini atasının və babasının əmilərinin kənddə açdığı həmin mollaxanada təhsil alıb. Onun ataları, babaları hamısı ruhani idilər, təhsilli insanlar idilər. Daha sonra təhsilini Naxçıvan Rüşdiyyəsində davam elətdirib. Ondan sonra artıq həmin dövrdən etibarən Azərbaycandakı mətbu orqanlarda, o cümlədən Füyuzatda, Açıq Sözdə, Səda-i Həqdə yazdığı şeirlər, orada nəşr etdiyi məqalələr onun təqib olunmasına səbəb olub və Azərbaycanı tərk edərək Araz çayından güneydəki ərazilərimizə gedib, Marağada məktəb açıb, orada demək ki, bir müddət pedaqoji fəaliyyətlə məşğul olub. 1917-ci il inqilabından sonra artıq yenidən demək ki, Arazın quzeyindəki ərazilərə gəlib və burada fəaliyyətini davam elətdirib. Gorusda demək Qəza mərkəzində məktəb açıb, orada yaşayıb və orada da ermənilərin təzyiqi ilə üzləşib və 1918-ci ilin soyqırımında özü də əli silahlı öz ailəsinin və azərbaycanlılarının
demək ki, müdafiəsi üçün vuruşub və daha sonra demək ki, Məhəmməd Sadıq Aran yerli Milli Şurada seçkilərdə Azərbaycan parlamentinə üzv seçilib və Azərbaycan parlamentinə demək ki, iştirak eləmək üçün Bakı şəhərinə gəlib, amma mütəmadi olaraq Zəngəzura səfərlər eləyib. Həmin dövrlə bağlı biz, yəni 1918-20-ci illərdə baş verən hadisələrlə bağlı Zəngəzur və Qarabağ sözlərini dilindən ən çox eşitdiyimiz şəxs demək olar ki, Məhəmməd Sadıq Arandır. Həmin dövrdə Cümhuriyyət dönəmindəki həm mətbu orqanlarda, həm parlament divarları arasında o daha çox Mirzə Sadıq Axundzadə və Məmməd Sadıq Axundzadə kimi xatırlanır. Ancaq mühacirətdən sonra o Aran soyadı ilə daha çox çıxış eləyir və Türkiyə ictimaiyyəti, tədqiqatçılar onu Mehmet Sadıq Aran kimi tanıyır. Məhəmməd Sadıq Aran 1923-cü ilin sonu, 24-cü ildən etibarən isə ömrünün sonuna qədər mühacirətdə müxtəlif demək ki, ölkələrdə yaşayıb və ömrünün böyük bir hissəsini yaşadığı Türkiyədə 1971-ci ilin 28 mayında Azərbaycanın istiqlaliyyətini elan elədiyi gündə də gözlərini əbədi olaraq yumub. Məhəmməd Sadıq Aranın baş daşında onun doğum tarixi yazılmayıb, yalnız demək ki, vəfat tarixi yazılıb. Və o baş daşına yazılan sözlər Məhəmməd Sadıq Aranın son dərəcə zəngin, keşməkeşli bir həyatını bir cümləyə demək olar ki, sığışdırıb, orada ifadə edib. Baş daşında yazılıb ki, Azərbaycanın atəşli istiqlalçısı, türkçü cəbhənin yorulmaz mücahidi Məhəmməd Sadıq Aran. Məhəmməd Sadıq Aran mühacirət dövründə geridə ən böyük maddi mədəni irs buraxan, yazılı irs buraxan 3 böyük tarixi şəxsiyyətimizdən biridir. Onlardan biri Məhəmməd Əmin Rəsulzadədir, digəri Mirzə Bala Məmmədzadədir, üçüncü şəxs isə Məhəmməd Sadıq Arandır. Çox təəssüflər olsun ki, həm Çar Rusiyasının dövründə xalqımızın azadlığı və Azərbaycanın müstəqillik əldə etməsi uğrunda apardığı mübarizə ilə, istər Azərbaycan Xalq Cümhuriyyətinin dövründə Azərbaycan ərazilərinin erməni qəsbkarlarından qorunması, Azərbaycanlıların milli hüquqlarının müdafiəsi uğrunda və eyni zamanda demək xarici işğalçılarla əlbir olan yerli demək satqınlara qarşı son dərəcə cəsarətli çıxışları ilə, eyni zamanda 20-ci ilin 27 aprel işğalından sonra 23-cü ilin sonuna qədər gizli şəkildə yenidən burada Azərbaycanlıların demək ki, müqavimətinin təşkili işində, istərsə də 1924-cü ildən etibarən ömrünün sonuna qədər Azərbaycanın müstəqilliyinin yenidən bərpası uğrunda apardığı mübarizəyə görə Azərbaycan mühacirləri içərisində seçilməsinə və bu hərəkatın liderlərindən olmasına rəğmən təəssüflər olsun ki, Azərbaycan ictimaiyyəti Məhəmməd Sadıq Aranı dar akademik sahə çıxmaq şərti ilə demək olar ki, tanımırlar. Bu baxımdan özünün dünyasının dəyişməsindən ötən 54 il sonra, Azərbaycanın müstəqilliyini əldə etməsindən 33 ildən daha artıq bir müddətin keçməsindən sonra nəşr olunan bu kitab Məhəmməd Sadıq irsinin və bu böyük tarixi şəxsiyyətin Azərbaycan ictimaiyyətinə tanıdılması baxımından çox önəmli bir tədqiqat əsəridir. Bu kitabda Məhəmməd Sadıq Aranın ilk dəfə olaraq 2 kitabı Azərbaycan türkçəsinə uyğunlaşdırılıb. Eyni zamanda 30-a qədər məqaləsi Azərbaycan türkçəsinə uyğunlaşdırılıb. Məhəmməd Sadıq Aranın mühacirətdə olan yeganə ailə üzvü, onun əmisi oğlu bilinir, demək qardaşı kimi Türkiyə tədqiqatçılar və Türkiyədə elə bilinir. Ancaq indi bu kitabdan tədqiqat nəticəsində məlum oldu ki, onun əmisi oğludur. Onların şəcərəsi ilə də bağlı kitabda məlumatlar əksini tapıb. Məhəmməd Tağı Aran var. O daha çox məmur kimi, bürokrat kimi fəaliyyət göstərib Türkiyədə. Onun haqqında məlumat var. Eyni zamanda Məhəmməd Tağı Aranın həm Ankarada yaşayan qızı, həm Amerikada yaşayan oğlu professor İlhan Aran və Ceylan Süzmənin çox qiymətli xatirələri var. İlk dəfə də onlar nəşr olunur, Azərbaycan ictimaiyyətinə təqdim olunur. Onların həyatının müxtəlif dövrlərini əks etdirən çox maraqlı illüstrasiyalar var bu kitabda. Əksini tapıb. Studiyamıza gəldiyinizə görə təşəkkür edirik. Mən təşəkkür edirəm, minnətdaram. Çox sağ olun ki, Qərbi Azərbaycan mövzusunu, bizim tarixi haqlarımızı yeni nəslə tanıtmaq üçün mütəmadi olaraq maarifləndirmə işi ilə məşğulsunuz. Təşəkkür edirəm. Xatırladım ki, müsahibimiz Demokratik Azərbaycan naminə İctimai Birliyinin sədri, tədqiqatçı Elməddin Behbud idi. Yolumuz Qərbi Azərbaycanadır.